C tipli əksər qorunma növləri üçün kifayət qədər universal bir tipdir. 5-dən 10-a qədər nominal cəryan qiymətləri olan elektrik dövrə kəsicilər. C16 ilə işarəlmiş dövrə kəsicisi 80 amperdən 160 amperə qədər cəryanla işləyəcək. D tipli elektrik dövrə kəsicilər yüksək başlanğıc cəryanlar tələb edən elektrik qurğularını qorumaq və əsasən sənaye binalarında istifadə olunur. Həmçinin D tipli elektrik dövrə kəsicilər binaların ümumi şəbəkəni ayırmaq məqsədilə ehtiyat üçün qoyulur. D tipli 10-dan 20-yə qədər nominal cəryan qiymətləri olan elektrik dövrə kəsicilərdir. D16 ilə işarələnmiş dövrə kəsicisi 160 amperdən 320 amperə qədər cəryanla işləyəcək. K və Z tipli elektrik dövrə kəsiciləri xüsusi təyinatlı sənaye şəbəkəsində istifadə olunur. Ümumiyyətlə, gəlin bu kola girməyək. Nəzəriyyəsi çox qəliz, amma istifadə olunması sahəsi çox az olan elektrik dövrə kəsicilərdir.